Məsələ 8. Tənliyi həll edin. X-in üstü x üstü x üstü x bərabərdir. 27'nin üstü 9 üstü 13 tənliyi həll edin. Göründüyü kimi burada tənlikdə x-in üstündə 3 ardıcıl x'lərdən ibarət qüvvət var, bərabərdir. 27'nin üstü 9 üstü 13. Birinci nə edirik? Buradan alınır ki, sağ tərəfdə, sol tərəfdə x'lərdir. Onu heç bir elementar çevirmə aparmırıq. 9'u 3'ün kvadratı yazıram. Sol tərəfi eyni ilə saxlayıram. X'in üstü x üstü x üstü x bərabərdir. 27'nin üstündə 9'un yerine yazıram 3'ün kvadratı və bunun da üstü 13. Qüvvəti 13. Buradan alırıq. Bu bərabərdir. X'in üstü x üstü x üstü x. Bak bu ifadə 3'ün kvadratının üstü 13. Bize verir. Qüvvəti qüvvətə yüksəldən a üstü m üstü n. Bu bərabərdir. A'nın üstü m n düsturuna göre. Burada bu bərabər olacaq. 27'nin üstü 2'ni 13'e vuran 3'ün üstü 26. Buradan alırıq. Çıxır ki, sol tərəfi yenə olduğu kimi yazıram. Bərabər oldu. 27'ni yazıram 3'ün kubu. Deməli 27 olacaq 3'ün üstü 3. Bunun da üstü 3'ün üstü 26. Belə bir ifadə aldıq. Qüvvəti qüvvətə yüksəldəndə yazıram, buradan alınır. Çıxır ki, sol tərəf olduğu kimi qaldı. 3'ün üstündə bu 3, birinci 3 vuraq 3'ün üstü 26 aldıq. Bu da bərabərdir. Buradan çıxır ki, sol tərəf eyni ilə saxladıq. X üstü x bərabərdir. 3'ün üstü 1'dir. Burada da 3'ün üstü 26. Deməli üstə olacaq 3'ün üstü 3, 1 plus 26. Aldım ki x'in üstü x üstü x bərabərdir. 3'ün üstü 3, üstü 1 üstə gəl 26, 27. Və buradan aldıq ki, x'in üstü x üstü x, x üstü x bərabərdir. 3'ün kubu 27 də buradaki 23'ün kubudur. Onda olacaq bu da 3'ün kubu. Simmetrikliyə görə görürsünüz x'lər 3'lər. X bərabərdir 3 alırıq. Beləliklə tələb olunan tənliyin kökü 3'ə bərabər.